Herkese salam. Bu videoda 2023-2024-cü tədris ilində keçirilmiş Respublika fən müsabiqəsinin suallarına baxırıq. Birinci turun suallarıdır, riyaziyyat fənni üzrə. Bax, bir nömrəli tapşırığa. 3 ardıcıl cüt natural ədədin cəmi 336-dır. Bu ədədlərdən ən böyüyünü tapın. İlk öncə cüt natural ədədləri qeyd edirəm. Birinci ədədimiz 2n-dir. İkinci ədədimiz 2n üstəgəl 2. Çünki cüt ədədlər 2 vahid artırlar. Üçüncü ədədimiz 2n üstəgəl 4. Cəm isə bizə veriblər 336. Cəmləyək verilənləri 2n üstəgəlinsin 2n üstəgəl 2. Üstəgəlinsin 2n üstəgəl 4 bərabər 336. 2n'lər neçə dənədir? 2n üstəgəl 2n 4n üstəgəl 2n 6n. 2 üstəgəl 4 də 6-dır. Bərabərdir 336. 6n bərabərdir 330. N bərabərdir 55. Birdən ən böyüyünü istəyirdi. Ən böyük 2n üstəgəl 4-dür. Yəni 2 vurulsun 55 üstəgəl 4 bərabərdir 114. Doğru cavab C variantı. 2 nömrəli tapşırıq. Hesablayın. Bərabərdir. İlk öncə 3'ü olduğu kimi yerində saxlayıram. 3 tam 2'də 1'i çevirirəm. Düzgün olmayan kəsirəm. 2 olduğu kimi qalır. 3 vur 2. 6 üstünə 1 gəlirəm. 7 bölünsün 2. Bölünsün 10'da 2'dir. Bunda 10'da 2 şəklində yazıram. Bərabərdir. 3 üstə gəlinsin. 1 2 əgər kəsirin surətində kəsir varsa onun məxrəci düşür aşağı. Olur. 2 vur 2. 4'də 7 vurulsun 2'də 10. Bərabərdir. İxtisar aparıram. 10'da 2 ixtisar gedir. Burada 5 qalır. Demək qaldı 3 üstə gəlinsin 4 vur 1 4 7 vur 5 35. 3'ün məxrəcini 4'ə gətirirsəm əgər olmalıdır 4'də 12. Üstə gəlinsin 4'də 35 bərabərdir 4'də 47. 47'ni də 4'ə bölsək 11 tam %75 edir. Doğru cavab C bənidir. 3. Tənliyi həll edin. Məlumları bir tərəfə keçirirəm, məşğulları bir tərəfə. 8'i keçirdəcəm 2'nin yanına, 2'də 1 x keçirəcəm 5'də 2 x'in yanına. Olur 5'də 2 x çıxılsın 2'də 1 x bərabərdir 2 üstə gəlsin 8. Ortaq məxrəc 10'dur. Tamamlayıcı vuruq 2'dir. Tamamlayıcı vuruq 5'dir. 2 dəfə 2 4x çıxılsın 5 dəfə 1 5x bərabərdir 10. Onun məxrəcinə 1 var, çarpaz vuracağım. 4x'dən 5x çıxanda qalır mənfi x. Onu ona vuranda 100. X də bərabərdir mənfi 100. Cavab A bəndi. 4 nömrəli tapşırıq. 2 nisbət verib bizə B üstə gəl C çıx A bərabər 78 olarsa A-nı istəyir. Verilən nisbətlərdən birinci bu hissədən, bu nisbətdən tapıram. Burada yazacağım. A bərabərdir 3K. B bərabərdir 5K. İkinci nisbətdən məxrəcləri uyğunlaşdırıram. B bərabərdir 3K. C bərabərdir 4K. Baxıram ki, burada B 5K'dır, burada 3K'dır. 2 dənə B varsa hər ikisinin qiyməti eyni olmalıdır. Buna görə eyniləşdirirəm. 5'dən 3'ə əkib 15'dir. Bu tərəfi 3'ə vururam, bu tərəfi 5'ə vururam. Alıram ki, A bərabərdir 9K, B bərabərdir 15K. B bərabərdir 15K, C bərabərdir 20K. Tənlikdə yerinə yazıram. 15K üstə gəlinsin C nədir? 20K çıxılsın A. 9K bərabərdir 78. 15 üstə gəlir 20, 35, 35'dən 9 çıxanda qalır 26. 26 K bərabərdir 78, K bərabərdir 3. Bizdən A-nı istəyirdi. A hardadır? Buradadır. 9K. A da bərabərdir 3 vurulsun 3, 9, 27. Doğru cavab A bəndi. 5. Hesablayın. Bərabərdir. Mötərizənin içini ilk hesablamaq lazımdır. Amma buradakı ifadəni hesablaya bilərəm. Mənfi 3 üstə gəlsin 8 bizə verir 5. Çıxılsın 2 vurulsun. Mənfi 7 bu 2 dənə çıxma üstə gəl olur. Mənfi 7 üstə gəl 11 bizə verir müsbət 4. 2 vurulsun 4 olur mötərizənin içi. Mənfi işarə mənfi 3 çıx 5 bizə verir mənfi 8. Mənfi 8-də qabağında mənfi varsa olacaq müsbət 8. 5 çıx 8 üstə gəl 8. 8'lər islah getdi. Cavab qaldı 5. D bəndi. 6. Hər bir ədəd oxu ayrılıqda xətlərlə bərabər hissələrə bölünmüşdür. Ədədlərdən birinin yeri
ədəd oxuna düzgün verilməmişdir. Səhv olan variantı tapın. A variantına baxıram. Neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6. 6 hissəyə bölüblər. Baxaq. Birinci sənədi 1, 2, 3. Yəni 6-da 3 olmalı. İxtisara gedəndə 2-də 1 qalırmı? Qalır, düzdür. Digəri 6-da 4-dür. 4-cü hissəyə düşüb. 6-da 4 ixtisar edəndə olur 3-də 2. Doğrudur. A bəndə çıxıram. Bizdən səhv olan variantı istəyir. B-yə baxıram. Neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8 hissəyə bölünüb. 1, 2, 3, 4-cü hissəyə düşüb. 8-də 4 ixtisar edəndə 2-də 1 qalır. Doğrudur. 8-də 6 ixtisar edəndə 4-də 3 qalır. Deməli, B bəndi də hər ikisi doğrudur. C bəndindən baxaq. Neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hissəyə bölünüb. 1, 2, 3, 4, 5-ci hissəyə düşüb. Bu, yəni 10-da 5. İxtisar gedəndə neçə qalır? 10-da 5 yox, 10-da 4. 10-da 4-dür. İxtisar gedəndə 5-də 2 qalır, düzdür. Digəri 10-da 5-dir. İxtisar gedəndə 2-də 1 qalır mı? Qalır. Deməli, C-də hər ikisi düzdür. D-yə baxıram, neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 hissəyə bölünüb. Birinci hissə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-dur. Yəni 18-də 9. İxtisar gedəndə 2-də 1 qalır mı? Qalır. Digəri 10, 11, 12, 13'dür. Yəni 18'də 13. 18'də 13 birincisi ixtisar getmir. İkincisi ixtisar getsəydi belə o 4'də 3 alınmazdı. Bir ixtisar getmir deyə bu yanlışdır. Deməli D bəndində ədədlərinin birinin yeri səhv verilib. 5 nömrəli tapşırıq. Funksiyanın qrafiki ordinat oxunu hansı nöqtədə kəsir? Qrafik ordinat oxunu, yəni y oxunu kəsirsə, deməli burada x 0-a bərabərdir. Gətirib yerinə 0 yazıram. 2 vur 0 çıxılsın 3y bərabərdir 6. Mənfi 3y bərabərdir 6. Y bərabərdir mənfi 2. Doğru cavab B bəndi. 8. Hesablayın deyir. Bərabər. Bunları hesablamaq üçün mən hamısını kəsirə çevirirəm. Birinci ədəd 0-dan %75 yazıram. %75. 2,5 nədir? 10'da 25. Üstə gəlinsin. 1,2 nədir? 10'da 12. 0,6 nədir? 10'da 6. Üstə gəlinsin. 0'dan %82 nədir? %82'dir. 1000'də 41 də yazıram. 1000'də 41. İndi demişdim ki, kəsirin surətində kəsir varsa onun məxrəci aşağı düşür. Kəsirin məxrəcinə kəsir varsa onun surəti yuxarı çıxır. Deməli bu 10 düşəcək aşağı, bu 10 qalxacaq yuxarı, 100 düşəcək aşağı, 1000 çıxacaq yuxarı. Olacaq 75 vurulsun 10 bölünsün 100 vurulsun 25. Üstə gəl 12 vurulsun 10, 10 vurulsun 6. Üstə gəl 82 vurulsun 1000, 41 vurulsun 100. İxtisarları aparaq indi. 2 0'na 2 0 getdi. 82 41 bölündü 2 qalır. 10'la 10 getdi. 12'nin 6 bölündü 2 qalır. 10'la 100'ün 1 0 getdi. 75 ilə 25 ixtisar gedir. Burada 3 qalır. Qalanları yazıram. 3'ü 10'a böləndə qalır 0,3. Üstə gəlinsin 2. Üstə gəlinsin 2 vurulsun 20. Cavab olur 20 tam 10'da 3. 20 tam yox. Bircə dəqiqə 22 tam 20 üstə 2 22 tam 10'da 3. Doğru cavab B bəndi. 9. Oğulun yaşı atanın yaşının 8'də 3 hissəsi, qızın yaşı isə oğulun yaşının 3'də 2 hissəsini təşkil edir. Oğulun və qızın yaşları cəmi 35 olarsa, atanın neçə yaşı var? İşarə edirəm. Ata olsun X, oğul və qız. Bizə deyir ki, birinci şərtdə oğulun yaşı atanın yaşının 8'də 3 hissəsini təşkil edir. 8'də 3 hissəsini təşkil edir. Yəni oğlun yerinə yazacağım. X vurulsun 8'də 3. Qızın yaşı isə oğulun yaşının 3'dən 2 hissəsini təşkil edir. Qızın yaşı oğulun yaşının 3'də 2. Yəni oğulun yaşı X vurulsun 8'də 3'dür. Bir də bunun da 3'dən 2 hissəsini təşkil edir. Buradan 3'dən 3 ixtisar gedir. 2 ilə də 8 gedir. Qalır 4'də 1 X. Qızın yaşı 4'də 1 X deməli. Oğlun və qızın yaşlarının cəmi 35'də. Oğul nədir? 8'də 3 X-dır. Qız nədir? 4'də 1 X-dır. Bərabərdir 35. Orta məxrəcə gətirirəm. Orta məxrəc 8'dir. 3x olduğu kimi qalır. Üstə gəlsin 2x bərabərdir 35. 5x böl 8 bərabərdir 35'in məxrəcdə 1 var deyib 5'li ixtisar aparıram. Burada 7 qalır. X-ə bərabər 7 vurulsun 8, 56. Cavab D bəndi. 10-cu tapşırıq.
Malın qiymətini 60% aşağı salıb 240 manata satdılar. Malın əvvəlki qiyməti neçə manat idi? 60% aşağı salmaq demək 100-dən 60-ı çıxıram. 40% qalırdı. 60% aşağı saldılar, 40% qalıb. Yəni bu 40% 240 manatdır. 40% 60% aşağı salandan sonra 240 manata satıblar. 40% 240 manatdır. Əvvəlki qiymət 100%-dir. 100% də x manatdır. Çarpaz şəkildə vururuq burada. Çarpaz şəkildə vuranda olur x vurulsun 40 bərabərdir. 100 vurulsun 240. 0 ilə 0 getdi. 4 ilə də 100 gedir. X bərabərdir. 25 vurulsun 24. X burada bərabər 25-24'ə vuranda alırıq 600. Deməli malın əvvəlki qiyməti 600 manat imiş. Cavab D bəndi. 11. A birləşmə B bərabərdir 0, 1, 2, 3, 4, 5, 6. Kəsişmə 1, 2, 3'dür və A'nın B'yə fərqi 0, 4 olarsa B çoxluğu aşağıdakilərdən hansıdır? Əgər A'nın B'yə fərqi 0-dan 4 elementləridirsə, bu deməkdir ki, A çoxluğunun içərisindən B'ni çıxıblar, yerdə 0-dan 4 qalıb. Yəni B'nin içində əgər 0 və 4 olsaydı, onlar qalmayacaqdı. Yəni B'də 0 və 4 elementləri yoxdur. Baxıram ki, A'da 4 var, çıxıram, C'də 4 var, çıxıram, D'də 4 var, çıxıram, B'də isə 4 variantı, yəni 4 elementi yoxdur. Ona görə doğru cavab olur B bəndi. 12 sadələşdirin deyir, bərabər. Bunları da parçalayaq. 12 nə deməkdir? 3 vurulsun 4 deməkdir. Yəni 3'ün üstü 4 vurulsun 4'ün üstü 4 olacaq. Amma 4 özü nədir? 2'nin kvadratıdır. Buna görə bunun yerinə yazıram. 2'nin kvadratı üstü 4 şəklində vurulsun. 15 3 üstü 3 vur 5'dir. Yazıram 3 üstü 3 vurulsun 5 üstü 3 şəklində. 6 nədir? 2 vurulsun 3'dür. Yazıram 2 üstü 5 vurulsun 3 üstü 5 vurulsun 10 nədir? 2 vur 5 deməkdir. 2 üstü 3 vur 5 üstü 3. Qüvvətlər olduğu kimi qalır. Yəni sadəcə ədədləri parçalayırıq. Sadələşdirirəm. 3 üstü 4 vurulsun 2 üstü 2 vur 4 8 eləyir. Vurulsun 3 üstündə 3 vurulsun 5 üstündə 3. 2 üstü 5 vur 3 üstü 5 vur 2 üstü 3 vur 5 üstü 3. İxtisarlarımızı aparaq. 5 üstü 3 ilə 5 üstü 3 gedir. Daha sonra 2 üstü 5, 2 üstü 3 məxrəcdə 2 üstü 8 var. Surətdəki 2 üstü 8 ilə ixtisar gedirlər. Demək surətdə 3'dən 4 dənədir, məxrəcdə 5 dənə getdi, bir dənəsi qaldı. Bu bir dənəsi ilə də 3 dənəsi gedəndə qalır. Surətdə 3 üstü 2. 3 üstü 2 dənə demək üçün kvadratı 9. Cavab D bəndi. 13 nömrəli tapşırıq. A, B, C, D natural ədədlərdir. 4200 bərabər 2A vurulsun 3B vur, 5C vur, 7D olarsa A üstəgəl B üstəgəl C üstəgəl D'ni tapın. İlk öncə verilən 4200 ədədini ayıraq sadə bölənlərinə. 4200 2'yə bölünür, qalır 2100. 2'yə bölünür 1050, 2'yə bölünür 525, 3'ə bölünür 175, 5'ə bölünür 35, 5'ə bölünür 7, 7'də 7'yə bölünür 1. Deməli buradan alıram ki 4200 bərabər 2'dən neçə dənə oldu? 3 dənə, 3'dən 1 dənə, 5'dən 2 dənə, 7'dən də 1 dənə. Demək buradan çıxır ki A bərabərdir 3'dür, B bərabərdir 1, C bərabərdir 2, D də bərabərdir 1'dir. Bir də bunların cəmini istəyirlər. 3 üstəgəl 1, üstəgəl 2, üstəgəl 1 bizə verir neçə? 7. Doğru cavab B bəndi. 14 nömrəli tapşırıq. Aşağıdakı bərabərsizliyi ödəyən ən kiçik x natural ədədini tapın. Yenə həll etmək üçün məlumları bir tərəfə keçirirəm, məchulları bir tərəfə. 2'nin olduğu kimi yerində saxlayaq, kiçik bərabərdir. Digərlərini keçirək. 5'də 2x yerində qalır, çıxılsın 2'də 3x yerində qalır, çıxılsın 3'də 2 çıx x. 2 yenə yerində qalsın. 5, 2 və 3 orta məxrəc 30'dur. Tamamlayıcı vuruq burada 6'dır. Tamamlayıcı vuruq burada 15'dir. Tamamlayıcı vuruq burada 10'dur. Deməli 2 vurulsun 6 eləyir 12x, çıxılsın 15'i 3'ə vururam 45, 15'i x-ə vururam 15, sadəcə qabaqda da mənfi olduğuna görə müsbət 15x yazıram birbaşa. Çıxılsın 12'yə vururam 20, üstə gəlsin, həm qabaqda mənfi olduğuna görə üstə gəl olur 10x. 2'nin məxrəcdə 1 var deyə çarpaz vururam birbaşa. 2'ni 30'a vuranda alıram 60. 60 kiçik bərabərdir. Mənfi 45'dən mənfi 20 üstünə gələndə, yəni mənfi 45 çıx 20
bizə verir mənfi 65. 12x üstəgəl 15x 27. 27-nin də üstündən 10 gələndə 37x. 65'i keçirək 160'ın yanı olur 125. Kiçik bərabərdir 37x. X tapmaq üçün də 125'i bölmək lazımdır. İşarəni dəyişdirdim. Olmaz. 125'i bölmək lazımdır 37. Bu da təqribən bizə verir 3 tam neçəsə. Belə. Bizən deyir ki, bu şərti ödəyən ən kiçik x-i tapın. X böyük bərabər 3 tam %37 o deməkdir ki, tap 3 tam %37 bu hissədədir. Nədən sonra gəlib? 3-dən sonra gəlib. Bundan sonra nə var? 4 var, 5 var və s. Sonsuz ədədlər var. 3 tam 137-dən sonra gələn ən kiçik natural ədəd hansıdır? 4-dür. Deməli, doğru cavabımız olur D bəndi. 15. Sadələşdirin ifadəni deyir. Vuraq. 2a-nı mötərizənin içinə vuracağım. Əvvəl birinci həddə, sonra ikinci həddə. Olur 2a kvadratı çıxılsın 2b, çıxılsın b-ni də eyni qayda ilə hər bir həddə vururam. B kvadratı üstə gəlinsin 2ab, çıxılsın a kvadratı üstə gəl b kvadratı. Birbaşa işarələri dəyişdim. İslah edək. Demək, b kvadratı mənfidir, b kvadratı müsbətdir, islah oldu. Burada 2ab-dir. 2ab mənfi, 2ab müsbət islah oldu. Yerdə qaldı 2a kvadratı, çıx a kvadratı. Bu da verir bizə bir dənə a kvadratı. Doğru cavab A bəndi. 16 nömrəli tapşırıq. Çoxədlisinin vuruqlarından biri aşağıdakilərdən hansıdır? Vuruqları aydanda ilk iki dənəsini qruplaşdırıram. Birinci ilə ikincini, üçüncü ilə də dördüncünü. Buradan a kvadratını çıxartsam, əgər mötərizə xaricinə qalacaq a üstəgəl 5. Digərindən 2-ni çıxardıram, qalır a üstəgəl 5. Ortaq vuruq nədir? Mötərizənin içi. Mötərizəni çıxaram ortaq vuruq kimi çölə. Birincidən qalır a-nın kvadratı, ikincidən qalır 2. Hansıdır aşağıdakılardan, vuruqlardan biri a kvadrat üstəgəl 2. Cavab A bəndi. 17. Kəsirlərdə neçəsi sonlu onluq kəsirə çevirilər? Sonlu onluq kəsir olması üçün burada verək. Məxrəc 2 və 5-lərdən və yaxud da 2 və 5-in hasilindən əmələ gəlməlidir. Vuruqlarından, hasilindən, misillərindən olmalıdır. 20-də baxıram. 20 nə demək? 4 vur 5, yəni 2 vur 2 vurulsun 5 şəklindədir. Sonlu onluq kəsir şəklində göstərə bilərəm. 15'də 7, 15 məxrəcdə deməkdir? 3 vurulsun 5 demək, 3 varsa olmaz. 32, 2-nin misillərdə 2 üstü 5 deməkdir. Deməli, bu da sonlu onluq kəsir şəklində göstərilə bilər. 48 nə deməkdir? Deməli, 3 vurulsun neçəsə, yəni 3-ə bölünür, olmaz 48-də. 125-də 5-in misillərdir. Deməli, 125-də götürə bilərəm. 5 dənəsi oldu, 3 dənəsi doğru cavab C bəndi. 18. Hesablayındır. Baxıram ki, toplama işarəsi var. Toplamada ixtisar etmək olmaz. Ona görə sürətdən vuruq çıxardıram. 3 üstü 9 ən kiçikdir. Ona görə bunu ortaq vuruq kimi çıxaram çölə. 3 üstü 12, yəni 12 dənə 3-dən 9 dənəsini çıxarmışıq mötərizənin xaricinə. 3 dənəsi qalıb yerdə. Yazıram 3 üstü 3, üstə gəl. 11 dənədən 9-unu çıxardıblar, 2 dənəsi qalıb. 10 dənədən 9 dənəsini çıxardıblar, 1 dənəsi qalıb. 9-dan 9-unu çıxardıblar, heç nə qalmayıb. 3 üstü 0-da bizə 1 verir. Bunda olduğu kimi yazdım. Məxrəcdə də 3 üstü 9-u çıxaram. 11 dənədən 9-unu çıxardıblar, 2-si qalıb. 9-dan 9-unu çıxardıblar, heç nə qalmayıb. 0, o da 1 deməkdir. Bərabərdir. Burada 3 üstü 9 da 3 üstü 9 artıq ixtisar gedə bilər vurma olduğuna görə. Sürətlə məxrəci hesablayıram. 9 üstə gəl bir surətdədir, məxrəcdədir. 27 üstə gəl 9, üstə gəl 3, üstə gəl 1 bizə verir 40. 40-ı da 10-a böləndə alırıq 4. Cavab D bəndi. 19 nömrəli tapşırıq. Ədədin tam bölənlərinin sayı 128 olarsa, eni tapın. Tam bölənlərin sayını tapmaq üçün biz nə edirik? 2-yə vuruq natural bölənlərin sayına, düzdürmü? Amma 30 ədədi sadə deyil, ona görə onun sadə vuruqlarını ayırmalıyıq. 30 nə deməkdir? 3 vurulsun 2 vurulsun 5 deməkdir. Yəni vuruqlar 2 üstündə 2n plus 1'dir. 3 üstündə 2n plus 1 və 5 üstündə 2n plus 1 şəklindədir. İndi dedik ki, tam bölənlər. Tam bölənlər 2 vurulsun, qüvvətlərin üstünə 1 gəlirəm. 2n üstə gəl 1 üstə gəl 1 bizə birbaşa 2n üstə gəl 2 verir. 2n üstə gəl 2, 2n üstə gəl 2. Bərabərdir 128. 2n üstə gəl 2-dən neçə dənədir? 3 dənədir. Burada yazıram. Kubu 128'i 2'ye bölüm 64 qalır. 2'nin üstə gəl 2 bərabərdir. Hansı ədədin kubu 64'dür? Birbaşa 64'ün yeni 4 yazıram. 2n bərabərdir 2'ye, n də bərabərdir 1. Bizdən n-i istirdi. Cavab A bəndi. 20.
Verilən bərabərlik x-a bərabər olarsa x-i tapın. Bunu edirəm. Surətləri bir toplayıram, məxrəcləri bir toplayıram. Yazıram. 2a çıxılsın b üstə gəlinsin 2b çıx c bərabər 2c çıx a bərabərdir. Bu məxrəcdə 1 var. Bunu yazıram kx şəklində. Məxrəclər də yazıram. 1 üstə gəlinsin c üstə gəlinsin c üstə gəl a üstə gəlinsin b üstə gəl a bərabərdir 1x 1k. Surəti hesablayıram. 2a burada bərabər işarəsi qoymuşam. Bircə dəqiqə. Bunlar toplanma. Bu bərabərdir. Burada toplanma olmalıdır. 2a'dan üstə mənfi a gəndə müsbət a qalır. b, c bərabər kx. Burada olur 2a üstə gəl 2b üstə gəl 2c bərabərdir k. İkinci mötərizədə bu hissədə 2-ni çıxaram ortaq vuruq kimi. Və a üstə gəl b üstə gəl c nəyə bərabər olur? K bölünsün 2'ye. Baxıram ki, birinci mötərizədə sol tərəf eynidir. İkinci də sol tərəf eynidir. Əgər sollar eynidirsə misallarda, deməli onların sağları da bərabərdir, eynidir. Kx bərabər deməli k bölünsün 2. K ilə kx sağ gedir. X bərabərdir 2'də 1, o da edir 0,5. Doğru cavab C variantı. 21. Şəkildə 4 ədəd taxta blok üst-üstə qoyulmuşdur. 4 santimetrlik bir mismar üst hissədəki D blokunun üstünə dəyənə qədər aşağı doğru perpendikulyar bir şəkildə vurulur. Mismar bloklara tam olaraq girdikdən sonra iti ucu hansı blokun daxilində olacaq? Bunu tapmaq üçün burada verilənləri toplayıram. Və baxıram ki, 4'ü hansı keçəcək. Məsələn, 1/4 ilə 4/3'ün cəmi eğer toplasaq 1/4'ü çeviririm. 4 dəfə 1 4 üstünə 1 gəlsəm 5 üstə gəlsin 4'də 3 bizə verir 4'də 8 bu da eləyir 2 santimetr. Eğer 3 dənəsini toplasam 2 üstə gəlsin 1/2'də 1 o da eləyir 2 üstə gəlsin 2 dəfə 1 2 üstünə 1 gəlsəm 3 yəni 3/5 santimetr. Üstündən 2/5 də gəlsək 3/5 üstə gəlinsin. 4 dəfə 2 8 üstə 1 9. Bu da bərabərdir. 3/5 üstə gəlinsin. Olacaq 2/25 bərabərdir 5/75. Aha, bizdə demək mismarın 2 cm 4 cm-dir. Ümumi blokların uzunluğu nə qədər oldu? 5/75 cm. Yəni 4 cm. Keçəcək, gəlib A blokunun ortasında belə deyək qalacaq. Doğru cavab A bəndi. 22. Şəhla ağlında 3 müxtəlif rəqəm tutur. 3 müxtəlif rəqəm. Bu rəqəmləri toplayıb 4'ə vurur. Aşağıdakilərin hansı əldə edə bilməz? Ən böyük cəm 3 müxtəlif rəqəmlərimiz 9, 8 və 7'dir. Düzdürmü rəqəmlər? Bunları da cəmləyib əgər biz 4'ə vursaq alacağıq hasili 96. Yəni 96'dan böyük ədəd ala bilmərəm. Kiçik rəqəm ala bilərəm, amma böyük rəqəm ala bilmərəm. 96'dan böyük də burada hansı ədəd var? 100 var. Deməli D bəndi ola bilməz. 23. Pünhan və Hüsaməddinin eyni sayda qələmi var. Tutaq ki, Pünhanın da x sayda qələmi var, Hüsaməddinin də x sayda qələmi var. Pünhan Hüsaməddinə 4 dənə qələm verdi. Deməli Pünhandan 4 dənə qələm azalır, Hüsaməddinə 4 dənə qələm artır. Pünhanın qələmlərinin sayı Hüsaməddinin qələmlərinin sayı nə qədər az oldu? 4 üstə gəl 4, 8 qələm az oldu. Cavab B bəndi. 24. Yaşar aşağıdakı şarlardan ən az neçəsini partlatsa, bir rəng şar digər rəng şarların 60%-ni təşkil edər. Baxıram ki, ilk öncə tutaq ki, şarlardan sadəcə birini partladırıq. Hələ ki bir şar partladır. Tutaq ki bir dənə qırmızı şar partlatmış olsun. Mavi şarlar neçə dənə olmuş oldu? 6 dənə mavi şar var. Düzdürmü? Qırmızılar neçə dənə oldu? 3 dənə. 6 üçün 3 6 neçə faizdir? 50%. Deməli bir şar alınmır. İndi tutaq ki bir şar mavilərdən partlatdı. Surətdə qaldı 5, məxrəcdə qaldı 4. 4 5'in 60%-mi? Xeyr. Bir qırmızı və bir mavi şar partladır. Surətdə, yəni surət nədir? Mavi şarlar olur 5 dənə, qırmızı şarlar olur 3 dənə. 3 5'in 60%-mi? Bəli, yoxlayaq. 5 vurulsun 60, bölünsün 100 bərabərdir. 6 bölünsün 2 olur 3. Deməli 2 dənə şar partlatsa əgər
bir rəng şar digər rəng şarların 60%-ni təşkil edəcək. 25. X sayda natural ədədin ədəd ortası A-dır. Bu X sayda ədədin hər birini 2 vahid artırsaq, bütün X-lar üçün yeni ədədi orta neçə olar? Nəsə hesablamağa ehtiyac yoxdur. Əgər müəyyən qədər ədədin ədədi ortasını tapıblarsa və A ədədinə tutaq ki, bərabərdirsə, bu həmin ədədlərin hər birini də neçə vahid artırırıqsa, ədədi orta o qədər artmış olacaq. Yəni, əgər ədədi orta azsa, hər birini 2 vahid artırmışıqsa, yeni ədədi orta A üstə gəlsin 2 şəklində olacaq. 26. Müəyyən sayda qələmin 7-də 5-ini 8 dost öz aralarında bölüşdürür və onların hər birinə 10 qələm düşür. Buna görə qələmlərin ümumi sayı əvvəlcə neçə olmuşdur? Müəyyən sayda qələm var. Nə qədər olduğunu bilmirəm. Tutaq ki, X sayda qələmimiz var. Bu qələmin 7-dən 5-ini, qələmin 7-də 5-ini tapıram. Yəni, X vurulsun 7-də 5-ini. 8 dost öz aralarında bölüşdürür. Onların hər birinə 10 qələm düşür. 8 dost bölüşdürürsə, bunu da bölürəm 8-ə. Hərəsinə 10 qələm düşürsə, bərabər olur 10-a. Bunu hesablayaq. X vurulsun 7-də 5 bərabərdir. 10 vurulsun 8. Birbaşa yazaq. 80. X-a tapmaq üçün burada 80-i bölməliyəm 7-də 5-ə. 80-i 7-yə 5-ə bölmək 5-də 7-yə vurmaq deməkdir. 80-i 5-ə böləndə qalır 16. 16-nı da 7-yə vuranda alırıq 112. Deməli, qələmlərin ümumi sayı əvvəlcə neçə olmuşdu? 112. Doğru cavab D bəndi. 27. A və B sadə ədədlərdir. A bərabərdir. B-də 3B üstəgəl 12 olarsa, A üstəgəl B cəmini tapın deyir. A-nın məxrəcində 1 var. Gəlin, bunları çarpaz şəkildə vuraq. A-nı B-yə vuracam, olacaq. AB bərabərdir. 3B üstəgəlsin 12. Buradan yazıram. AB çıxılsın 3B bərabərdir 12. B-ni ortaq vuruq kimi çıxarsam, alıram A çıxılsın 3 bərabərdir 12. 12 hansı ədədlərin hasilidir? 12 almaq üçün ya hasilimiz olmalıdır 2 vurulsun 6, ya olmalıdır 3 vurulsun 4, ya da olmalıdır 1 vurulsun 12. Hər birini yoxlayıram. Tutaq ki, B-yə vermişəm 2 qiymətini. B 2 isə əgər A çıxılsın 3, olmalıdır 6. A da buradan 6 olması üçün neçə olmalıdır? 9. 9. İndi bizim A üstəgəl B cəmini istəyir. 2 üstəgəl 9 bərabərdir 11. İkinci varianta baxıram 3 və 4. B-yə 3 demişəm. A çıxılsın 3 olmalıdır 4. A da buradan alıram 7. 3 üstəgəlsin 7 bərabərdir 10'dur. 10 var. Digər variantı da yoxlayaq. B-yə 1 qiyməti vermişəm. A çıxılsın 3 olmalıdır 12. A da bərabərdir 15. Sən də 1 üstəgəl 15, 16'nı istəyir. 16 yoxdur. Deməli, sadəcə bizdə variantlarda 10 var. Doğru cavab olur B bəndi. 28. Çəkisi 80 kiloqram olan bir nəfər ən çox 800 kiloqram yük daşıya bilən liftdə hər birinin çəkisi 50 kiloqram olan qutuların ən çox neçəsi ilə bir yerdə minə bilər. Deməli, adam, bir nəfər adamdır. Çəkisi 80 kiloqramdır. Lift 800 kiloqram yük daşıya bilir. Deməli, yüklərin çəkisini bilmək üçün 800-dən çıxıram 80-i, alıram 720 kiloqram. Deməli, 720 kiloqram yük olmalıdır cəmi. İndi, yükün çəkisi 50 kiloqramdır. Bunlardan 2 dənə yığa bilərik liftə tapmaq üçün. 720-ni bölürük 50-yə. Alırıq 14,4. Yükün də yarısını götürə bilməyəcəyimizə görə 14 dənə biz buradan yük mindirə bilərik liftə. Cavab B bəndi. 29. 3 dəqiqədə 18 metr üzə bilən və hər 25 metrdən bir 6 dəqiqə istirahət edən bir üzgüçü 150 metr eni olan çayın bir tərəfindən digər tərəfinə neçə dəqiqəyə üzə bilir? Tutaq ki, çayın bir tərəfidir, bu digər tərəfidir.
Uzunluq 150 metrdir. Üzür. Həmin 3 dəqiqədə 18 metr üzə bilirsəm, 3 dəqiqədə 18 metr. 1 dəqiqədə neçə metr üzər? X bərabərdir 6 metr. Yəni 1 dəqiqəyə 6 metr üzür. Və 25 metrdən bir 6 dəqiqə istirahət edir. 25 metrdən bir 6 dəqiqə istirahət edirsəm, 150-ni bölürəm 25-ə. Qalır 6. Deməli, 150 metri 25 metr 25 metr 6 dəfə dayanır. Tutaq ki, bir dəfə. Buradan çıxdı. 25 metr gəldi. İstirahət elədi. Yine 25 metr gəldi. İstirahət elədi. 25 metr gəldi. Bir dəfə də istirahət etdi. 6 dənə 25 olmalıdır. Bir dənə də 25 metr üzdü. İstirahət etdi. Bir dənə də 25 metr üzdü. İstirahət etdi. Bir dənə də 25 metr üzdü. 6 dənə oldu mu? Artıq neynədi? Çatdı. Çatdı çayın digər tərəfinə. Ümumi 150 metrdir. Neçə dəfə istirahət eləmiş oldu? 1, 2, 3, 4, 5. 5 dəfə istirahət etdi. Və 1 dəqiqəyə 6 metr üzürsə, 150-ni də bölürəm 6-ya. Qalır 25. Yəni 1 dəqiqədə 6 metr üzürsə, 150 metri istirahətsiz neçə dəqiqəyə üzər? Tutaq ki, Y yazıram burada. Y buradan hesablasam, olur 150 bölünsün 6, 25 dəqiqə. Yəni normalda əgər istirahət etməsəydi, 25 dəqiqəyə üzə bilərdim. Amma o istirahət edib. Neçə dəfə istirahət etib dedik? 1, 2, 3, 4, 5. 5 dəfə istirahət edib. Və neçə dəqiqə istirahət edib verib bizə? 6 dəqiqə. Həmin 5-i vururam 6-ya 30 dəqiqə. Bu 30 dəqiqə isə onun nə idi? İstirahət vaxtıdır. 30 dəqiqə istirahət etməklə 25 dəqiqədə üzməklə ümumi neçə dəqiqəyə üzüb? 30 dəqiqə 25, 55 dəqiqəyə üzüb çay keçib. Cavab C variantı. 30. 28 nəfərlik bir sinifdə İngilis dilini bilməyən 12 şagird, Alman dilini bilməyən 16 şagird, bu iki dili də bilməyən 6 şagird varsa, hər iki dili bilən neçə şagird var? Ümumi yazıram N, A birləşmə B bərabərdir 28. Yəni 28 nəfər şagird var. İngilis dili bilməyənlərə NA deyirəm, 12 nəfərdirlər. Alman dili bilməyənlər NB deyirəm, 16 nəfərdirlər. Hər iki dili bilməyən NA kəsişmə B-dir, 6 nəfərdirlər. Hər iki dili bilən neçə nəfər şagird var deyirsə, düstura görə olmalıdır NA birləşmə B bərabərdir NA kəsişmə NA üstə gəl NB çıxılsın NA kəsişmə B. Buradan yazıram 28 bərabərdir 12 üstə gəl 16 çıxılsın 6. 28 bərabərdir 12'nin üstüne 16 gələndə 28 edir. 28'in də 6 çıxsaq 22. 28 22'ye bərabər deyil. Ödənməyən neçə nəfər var? 6 nəfər. Deməli bu 6 nəfər dili bilən şagirdlərdir. Doğru cavab D bəndi. 31. Ən kiçik 9 mürəkkəb ədəddən ibarət sıranın ən böyük fərqini tapın. İlk öncə mürəkkəb ədədləri yazıram. 4, 6, 8, 9, 10, 12, 14, 15, neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8, bir dənə də yazaq 16, 9 dənə. Ən böyük fərqini taparkən ən böyük ədəddən çıxmalıyıq ən kiçik ədədi. 16'dan 4 çıxanda qalır 12. Cavab B bəndi. 32. Bir konsert proqramı üçün satılan 160 biletin yarısı tam, digər yarısı isə 50% endirimlə satılmışdır. 160 bilet var. Bunun yarısı nə deməkdir? 80-80. 80 dənə bilet tam qiymətə satılıb, 80 dənə bilet isə 50% endirimlə satılıb. Cəmi 720 manat toplanıb. Yəni 80 biletdən A manat qazanıblar.
80 manat, 80 biletdən isə A bölünsün 2 manat pul kazanıblar. Yarısı 50% indirimli. Cəmi 720 manat. Yəni A üstə gəlsin. A bölü 2 bərabərdir 720. Buna 2-də 2A deyirəm. 720. 2-də 3A bərabərdir 720. 3A bərabərdir. 720-ni 2-yə vursaq 1440. A da bərabərdir 1440-ı da bölək 3-ə. 480. Deməli, neçə 480 manat 80 biletdən qazanılıb. 480 manat. 480 də yarısını tapsaq 240. 240 manat da digər yarısına. Cəmi isə olur burada 720 manat. Düzdürmü? Deymişdi onsuz da bizə cəmi 720 manat toplandı. İndi deyir ki, bütün biletlər tam qiymətlə satılsaydı, hər ikisi olacaqdı 480, üstə gəl 480. Olacaq 960 manat. Neçə manat daha çox pul qazanılmış olacaqdı? 960-dan çıxırıq 720-ni. Qalır 240. Cavab D bəndi. 33. Aşağıdakı vurma əməlinə görə A vur B vurulsun C hasili neçədir? Bunu tapmaq üçün buradakı ədəd tapmalıyam ilk öncə. Bu ədəd tapmaq üçün də hasili bölərəm məlum vuruğa. Yəni 4725-i bölürəm 25-ə. Alıram 189. Aha, demək 189-u vurub 25-ə. Vururam 189-u 25-ə. 5 dəfə 9, 45, 5 yazıram 4 yadda. 8-i 5-ə 40, 44, 4 yadda. 5-i 1-ə 1, 9. Demək ABC neymiş? 945. Hasilini istəyir. 180. Doğru cavab A bəndi. 34 nömrəli tapşırıq. A, B, C, D, Y. Kiçikdən böyüyə doğru verilən sıra ilə düzülmüş ardıcıl cüt ədədlərdir. A bölü Y 0,8 olarsa C'ni tapın. A bölü Y 0,8'dir. Yazıram A bölünsün Y bərabərdir 10'da 8. A bölünsün Y bərabərdir. İxtisar getsə 5'də 4 qalır. A'ya 4 desəm Y 5 olur mu? Olmur. Demək bunların misillərini tapmalıyam. Ardıcıl cüt ədədlərdir bunlar. Demək bunların misillərini tapıram. 5'də 4'dür. 2 mislini tapsam 10'da 8 onsuz da vermişdi bizə. A 8 olarsa Y 10 olar mı? Ola bilməz. B olar 10. 3 mislini tapsam olmur, cüt ədəd olmalı. Ona görə 4 mislini tapıram. 4 misli olacaq 20'də 16. 20'də 16. A əgər 16'dırsa tutaq ki B 18 olmalıdır, C 20 olmalıdır, 22, 24. Y 24 olmalı. Bizə 20. Deməli bu da olmadı. 4 misliydi. 5 mislinə baxamıram. 6 mislinə baxsaq əgər 5 dəfə 6 30, 4 dəfə də 24 eləyir. Baxaq. 24, 26, 28, 30, 32. Biz isə 30. Demək bu da ödənmədi. Neçə misliydi bu? 6 misliydi. 8 mislinə baxsaq əgər 32, 40. Baxaq. 32, 34, 36, 38, 40. Ödəndi. Demək C neçə olacaq burada? 36. Cavab B bəndi. 35. Sinifdə 22 şagird var. Onların hər birinin boyları fərqli natural ədədlərlə ifadə edilir. 8-ci ən uzun şagirdin boyu 170 cm. 8-ci ən qısa şagirdin boyu isə 163 cm-dir. 13-cü ən uzun şagirdin boyu neçə santimetr olar? Sinifdə 22 dənə şagird varsa, tutaq ki, onlar kiçikdən böyüyə doğru onların boyları sıralanıb. Tutaq ki, şagirdləri biz fərz eləyək ki, bu şəkildə kiçikdən böyüyə doğru düzülüblər. 22 dənə şagird var fərz eləyək ki, burada. Və natural ədədlərlə ifadə olunduğunda qeyd edir burada bizə. 8-ci ən uzun şagird, yəni 22-dən
Bu tərəfə doğru gəlirik. 8-ci tutaq ki, burada 8-ci şagird var. Onun boyu 170 cm-dir. 8-ci ən qısa şagird isə kiçikdən böyüyə 8-cidir. Bunun boyu isə 163 cm-dir. 13-cü ən uzun şagird deyirsə 8-dən bu tərəfə baxıram. Buradan bu tərəfə bir 13-cü şagird qeyd edirəm. Bunun boyunu istəyir bizdən. Əgər boylar fərqli natural ədədlərlə ifadə olunursa, bunların tutaq ki, boyları, uşaqların boyları fərqi maksimum 1 ola bilər. Ən kiçik ədəd. Çünki natural ədədli. Ən kiçik natural ədədimiz də 1-dir. İndi fikirləşirəm ki, 170-dən 13-ə neçə ədəd var? 170-dən 13-ə yox, daha doğrusu 8-dən 13-ə. Fikirləşirəm ki, burada 9-cu şagird var. 10-cu, 11 və 12-ci. Bir vahid varsa, aralarında fərq. 170-dən 1 çıxıram, burada 169 qalır. 168, 167, 165. Belə 13-cü şagirdin boyu neçə olacaq? 165 olacaq. Doğru cavab A bəndi. 36. A ədədinin B faizi B ədədinin C faizindən 12 vahid böyükdür. A çıxıcı 24 olarsa B-ni tapın. A-nın B faizi deyirsə A-nı B-yə vurub 100-ə bölürəm. B-nin C faizi deyirsə B-ni C-yə vurub 100-ə bölürəm. 12 vahid böyükdürsə A-nın B faizi B-nin C faizi 12 vahid böyükdürsə bərabərdir. Bunun üstə 12 gəlir. Hesablayaq. Bu olur AB-də 100-də AB bərabərdir. 100-də BC üstə gəlsin. Bunu da yazıram 100-də 1200. 100-də AB bərabərdir. 100-də BC üstə gəlsin 1200. 100-lər getdi. AB bərabərdir. BC üstə gəlsin 1200. A çıxıcı 24'dür. Buradan yazıram AB çıxılsın BC bərabərdir 1200. B-ni çıxaram ortaq vuruq kimi qalır A çıxıcı bərabərdir 1200. A çıxıcı 24 verib. B vur 24 bərabər olur 1200-ə. B də bərabərdir 1200-ü bölür 24-ə. Bizə verir demək 50. B 50-dir. Bizdən B-ni istəyir. Doğru cavab D bəndi. 37 nömrəli tapşırıq. Uğur 5 eyni kvadratı düz xətt üzrə yan-yana birləşdirərək düzbucaqlı əldə edir. Tutaq ki, burada bir düzbucaqlımız var. Yəni 5 dənə kvadratdan birləşmiş düzbucaqlı. Belə. 5 dənə kvadratı bitişdirdi. Düzbucaqlı əldə etdi. Tərəflərini yazıram. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Hamısına A yazıram. Hamısı A-dır. Düzbucağının perimetri P-dir. Düzbucağının perimetri necə tapılır? P bərabər 2 vurulsun A üstə gəl B, yəni N üstə gəl uzunluq. Kvadratın perimetri isə P bərabər 4 A ilə tapılır. Düzbucağının perimetrini tapıram. P bərabər 2 vurulsun N nədir? A. Uzunluq nədir? 1, 2, 3, 4, 5. 5 dənə A. Üstə gəlsin 5A. Düzdürmü? P bərabərdir 2 vurulsun 6A. P bərabərdir 12A. Bu düzbucağının perimetri. Kvadratlardan birinin perimetrini istəyirsə buradan tərəfi tapmalıyım. A bərabərdir P bölünsün 12. Gətirib kvadratın perimetri yerinə qoyuram. P bərabərdir 4 vurulsun A nə oldu? P böl 12. İxtisar gedir 4 ilə 12 qalır P böl 3. Cavab C variantı. 38. 1-dən 20-yə qədər bütün natural ədədlər sıra ilə yazılmışdır. Onlardan yalnız ikisinin arasında mənfi işarəsi, digərinin isə arasında müsbət işarəsi qoyulduqda nəticə 186 alınır. Buna görə hansı ədədin soluna mənfi işarəsi qoyulmuşdur? Bunu tapmaq üçün bizə lazımdır düstur. N vurulsun N üstə gəl 1 bölünsün 2. Ki ümumi bu ədədlərin cəmi nəyə bərabər? 1-dən 20-yə qədər. Tapıram. Bərabərdir 20 vurulsun 20 üstə gəl 1 bölünsün 2. Yəni 20 vur 21 böl 2 bərabərdir 210. Deməli 1-dən 20-yə qədər bütün natural ədədlərin cəmi 210-a bərabərdir.
İndi bizə deyir ki, amma nəticə 186 alınıb. 210-dan çıxıram 186, alıram 24. Bunların ikisinin arasında mənfi işarə qoyublarsa, 24'ü bölürəm 2'yə, alıram 12. Deməli, 12'nin soluna mənfi işarəsi qoyulub. Cavab B bəndi. 39. 5 rəqəmli ABCD Y ədədinin sağına 1 yazılaraq əldə edilən 6 rəqəmli ədədin soluna 1 yazılaraq əldə edilən 6 rəqəmli ədədin 3 mislidir. Buna görə ABCDY cəmi nəyə bərabərdir? Verilən ədədi yazıram. 3 mislidir deyirsə, yəni mən sağına 1 yazıram, soluna 1 A, B, C, D, Y ədədi alıram. Buna əgər mən 3'ə vursam, 3 mislimi 3'ə vurmaq deməkdir. Alacağım sağına 1 yazdığım zaman ədəd. Yəni A, B, C, D, bir dəqiqə, D, Y, 1 şəklində. İndi hansı ədədi 3'ə vursam 1 alaram? 7. Bilirəm ki, sadəcə 7'ni 3'ə vuranda 21 eləyir. Deməli, Y oldu 7. Y'nin yerinə 7 təsəvvür edirəm. 3 dəfə 7, 21. 1 yazırım, 2 yadda qalır. D-ni 3'ə vursam neçə alınar ki? Üstə də 2 gəlsəm 7 alınsın. Hansı ədədin üstünə 2 gəndə 7 alınır? 5. Deməli, D burada neçəymiş? 5 olacaq. Çünki 5 dəfə 3, 15. Üstünə 2 gəlsəm 17. 7 yazıb 1 yadda saxlayıb. 1 yazım. 7. Bu 7'dir. Bu 5'dir. Burada da 5 olacaq. Hansı ədədi 3'ə vursam 2 alınar ki? Üstünə də 1 gəlsəm 5 eləsin. 4. Yəni 8'i 3'ə vursam 24 eləyəcək. Deməli C 8'dir. 8'i 3'ə vursam 24. Üstünə də 1 gəlsəm 25. 5 yazdım, 2'yi saxladım yeni yadda. İndi C neçə oldu? 8. Burada 8'dir. Hansı ədədi 3'ə vuranda üstünə 2 gələndə 8 alınır? 2. 2 dəfə 3, 6. Üstünə 2 gəlsəm 8. Deməli, B 2'yə bərabərdir. Burada 2 yazıram. 8 artıq yadda işinə qalmadı. Bunu yazdım. İndi A'nı 3'ə vurub bir ədəd gəlib yazmalıyam ki, sonra da həmin ədədi üstünə 1 gəlib aşağı köçürdə bilim. A'nı 3'ə vurub neçə almalıyam ki? 2 olsun daha doğrusu. A'nı 3'ə vursam neçə olmalıdır? 2 olsun? 4. A 4 olacaq. 4'ü 3'ə vursam 12. 2 yazacağım 1 yadda. 1 də 3'ə vuracağım. 1 üstünə də 1 gəlsəm 4. Deməli A da oldu buradan 4. Bizdən A üstə gəl, B üstə gəl, C üstə gəl, D üstə gəl, Y cəmini istəyirdi. Bu da bərabərdir. 7 üstə gəl 5, üstə gəl 8, üstə gəl 2, üstə gəl 4. Bərabərdir. 10, 14, 19, 26. Doğru cavab C variantı. 40 nömrəli tapşırıq. Şəkildə verilən sürahi su ilə tam doludur. Su ilə dolu sürahinin çəkisi 360 qramdır. Tutaq ki, suya deyirəm A, sürahiyə deyirəm B. A üstə gəl B bərabərdir 360. Sürahinin içindəki suyun əvvəlcə 6'da 1'ini boşaltdılar. Daha sonra isə qalan suyun 5'də 1'ini. 6'da 1 nə deməkdir? Sürahi olduğu kimi yerində qalır. B. Üstə gəlinsin. Suyun 6'da 1'ini boşaldıblar. Yəni 6'da 1 A. Daha doğrusu gəlin birinci suyu tapaq. A'dan çıxıram 6'da 1 A'nı. İtir neçə? 6'da 5 A. Sonra isə qalan suyun. Qalan su nədir? Elə 6'da 5. Bunun 5'dən 1'ini boşaldılar. Bunun 5'də 1'i də, yəni 6'da 5 A'dan çıxıram. 6'da 5 A'nın 5'də 1'i. Bərabərdir. 6'da 5 A vurulsun. Çıxılsın daha doğrusu. 5'lər gedir. 6'da 1 A. 1 lazım değil. 6'da A.
Bu da bərabərdir 6-da 4-a. İxtisar gedir 3-də 2A. Demək 3-də 2A suyumuz qalır. Bir ümumi çəki 80 qram azalır. Yəni deməli AB bərabər olur. B çıxılsın. B sürahinin çəkisidir. A'dan çıxıram 3-də 2A'nı. Bərabər olur 3-də A'ya. Və 80 qram bərabər olur. Bərabərdir 80. Buradan tapıram ki, A bərabərdir 240 qram. Yəni su 240 qramdır. Bizdən sürahinin çəkisini istəyir. B-ni 360-dan çıxıram 240-ı. B bərabər olur 120 qram. Cavab D bəndi.